Sizə görə Pərverdigarın huzurunda hər şeydən lap mühüm mətləb nədir? Fikr edirsiniz, İsa Məsih insanın həyatında hər şeydən üstün və birinci təklif nəyi qoyur? Bu sual ancaq bu bərnamədə mətrəh deyil. İnsanın həyatında mətrəh olan böyük bir sualdır. Pərverdigarın məndən tələb etdiyi nədir? İsa Məsihdən də yer üzündə olan zaman bu sualı soruşdular. Pərverdigarın hansı hökmü hamısından üstündür? İsa bu sualın qabağında Yəhudilərə təəccüblü bir cavab verir. Onlar cavabda İsa'dan cinə təzə bir söz gözləyirdilər. İsa keçən günlərdə onlara təlim verəndə belə sözlər demişdi. Eşidibsiniz ki, göz əvəzinə göz, diş əvəzinə diş. Amma mən sizə deyirəm, düşmənlərinizə məhəbbət edin. Yayın ki, eşidibsiniz ki, hər kəs bir arvadla iffətsiz bir rabitə qursa, onunla zina edib. Amma mən sizə deyirəm, hər kəs bir arvada şəhvət gözü ilə baxsa, o anda zina günahına batıb. Yəhudilər İsa'nın belə cavablarına görə indi də gözləyirdilər ki, ondan təzə bir mətləb eşitsinlər. Amma İsa'nın cavabı onları heyrətə salır. Bilirsiniz İsa onlara nə deyir? Qoyun bu mətləbi Mərqusun yazdığı İncildən sizin üçün oxuyun. Mərqus belə yazır. Din alimlərindən biri yaxınlaşıb, onların mübahisələrinə qulaq asdı və İsa'nın onlara yaxşı cavab verdiyini eşidəndə İsa'dan soruşdu, əmrlərin lap birincisi hansıdır? İsa cavab verdi, əmrlərin lap birincisi budur. Eşit ey İsrail, Rəbb tarımız vahiddir və sən Rəbb tarını gərək bütün ürəyinlə, bütün canınla, bütün fikrinlə və bütün qüvvətinlə sevəsən. İkinci əmr budur. Sən gərək qonşunu da özün kimi sevəsən. Bunlardan böyük əmr yoxdur. İsa'nın bu din aliminə dediyi söz təzə bir söz deyildi. Pərverdigarın Musaya verdiyi əmrlərdən idi. Onlar özləri də hər gün insanlara belə öyrədirdilər. Bəs İsa'nın bu sözü deməkdən məqsədi nə idi? Baxın, Tanrının sözü əbədidir. Tanrının sözü dəyişilməz. Pərverdigar insan deyil ki, şəraitə baxaraq hər gün sözünü dəyişdirsin. Pərverdigar Musa ilə danışmışdı və insanlardan nə istədiyini onlara açıqlamışdı. Pərverdigar heç zaman dəyişilməz. Bu insandır ki, daim dəyişilir və Tanrının sözünü bilərək onun əslində nə olduğunu yaddan çıxardır. Yahud alimləri Pərverdigarın nə istədiyini bilirdilər. Lakin Tanrının sözləri qabağında ürəkləri o qədər daşa dönmüşdü ki, artıq bu sözləri anlaya bilmirdilər. İsa gəlməmişdi ki, Pərverdigarın Musaya verdiyi əmrləri dəyişdirsin. O gəlmişdi ki, onların əslində nə olduğunu insanlara açıqlasın. İsa deyirdi, zina əməli əvvəl ürəkdən başlanır. İnsan etdiyi bütün iffətsiz əməlləri etmədən qabaq əvvəl fikrində düşünür
Və bu pis fikirlər o qədər fikirdə qüdrət tapır ki, insanı onun əncamına çəkir. Əgər istəyirsən zina əməlinə çəkilməyəsən, onun qabağını gərək fikrində alasan. İsa deyirdi, Tanrının huzurunda fəqət sizin əməlləriniz mühüm deyil, ürəyinizdən nə keçdiyi də mühümdür. Görün, İsa bu sualın qabağında necə cavab verir? Pərverdigarı bütün qəlbimizlə, bütün canımızla, bütün fikrimizlə, bütün qüdrətimizlə gərək sevək. Amma İsa sualın cavabını bununla başa çatdırmır. İkinci fərmanı da ona artırır. Niyə? O adam ki ondan ikinci lap böyük əmri soruşmamışdı. Nə üçün İsa cavabına bunu da artırıb deyir, qonşunu da özün kimi sev. Pərverdigarı sevmək və başqa insanları sevmək. İsa'nın sözünə görə bunları bir-birindən ayırmaq olmaz. Əgər biz pərverdigarı ürəkdən sevək, başqa insanları da sevəcəyik. İnsanların bir-birinə məhəbbətləri yoxdur, çünki Tanrının sevgisi onların ürəyində yoxdur. İsa deyir, əgər istəyirsiniz, siz insanlar arasında məhəbbət hakim olsun, gərək hər şeydən əvvəl sizinlə pərverdigar arasında məhəbbət hakim olsun. Görün, insan nə qədər çalışır dünyaya sülh hakim etsin. Amma bu qədər çalışmaqdan nəticə nə olub? Hər gün müharibələrin sayı artır, cənglərin sayı artır. Yadımızdan çıxmasın ki, 8 il İran-Əraq müharibəsində bir nəsl aradan getdi. Bilirsiniz, zorluq üzündən, nifrət üzündən, düşmənçilik üzündən nə qədər qardaşlar və bacılarımız vətəndən başqa məmləkətlərə gedib, orada didərgin halında yaşayırlar. İnsanlar arasında olan rabitə, əzizlərim, düzəlməz əgər insanla pərverdigar arasında olan rabitə düzəlməyib. İnsanlar arasında məhəbbət, sülh, ehtiram hakim ola bilməz əgər onların ürəklərinə pərverdigarın sevgisi hakim deyil. Gəlin ürəyimizə baxaq. Din adında edilən zülmlər Tanrının sevgisini bizim ürəyimizdən pozub, halbuki bu sevgiyə hər zamandan çox elə indi möhtacıq. Çox adamlar qeyri-məsihlərdən gələn qələt təbliğlərə görə güman edirlər ki, məsihlərin 3 tanrısı var. Bu söz doğru deyil. Görürsünüz, İsa burada o din aliminə necə cavab verir? İsa pərverdigarın Musaya dediyi sözü ona təkrar edir. Eşit ey İsrail, Rəbb pərverdigarın vahiddir. Əzizlərim, pərverdigar vahiddir və onun bu vahidliyi həqiqəti mütləqdir və heç vaxt dəyişilməz. Tanrı özünü Yəhud millətinin vasitəsi ilə insanlara belə tanıtdırdı. Amma Tanrıdan olan bu tanışıq ancaq başlanış idi. Pərverdigar
zaman güzarında özünü insanlara daha da çox tanıtdırır. O insanları sevir və onlardan da sevgi tələb edir. Əgər insanla Pərverdigar arasında yaxşı tanışıq, yaxşı mərifət olmasa, onlar necə bir-birini sevə bilərlər? Sevginin ilk şərti bir-birini tanımaqdır. İnsanları yaradan Tanrı özüdür və onları yaxşı tanıyır. Bu insandır ki, günah üzündən Tanrıdan uzaq düşüb və artıq onun mərifətini əldən verir. Buna görə də Pərverdigar özünü insanlara daha çox tanıdır. Zatında nə olduğunu insanlara göstərir. Vahid zat, amma üç şəxsiyyət. Vahid Pərverdigarın zatında üç şəxsiyyət var. Amma nə deyim ki, insanlar istəmirlər ki, Tanrını sevsinlər, çünki ondan qabaq başqa şeylər sevirlər. Bu dünyanın mal dövlətini, bu dünyanın ləzzətlərini, öz hava həvəslərini. Onun üçün də Pərverdigara artıq yaxın gəlmirlər. Onu həqiqi bir şəkildə tanımaq istəmirlər. Fikr edirlər, o ilk tanışıq onlar üçün kifayət edər. Amma çox təəssüf ki, kifayət etmir. İnsan günahın əsiri olub və ondan qaçaq yolu əsla yoxdur. İnsan özünü pisliklərlə kirlədib. Amma bu, Tanrının sevgisini əlbəttə ki, dəyişdirmir. Pərverdigar bu sevgiyə görə insanı bu əsarətdən çalışır ki, qurtarsın və bunun qiymətini də hazırdır ki, özü versin. Pərverdigar İsa Məsih şəklində biz insanların arasına gəlir və beləcə iradəsini bizə açıqlayıb, axırda da canını insanların günahları üçün qurban edir. Tanrı məhəbbətini belə göstərir. Canını bizim yolumuzda fəda edir. Əzizim, Pərverdigar insanlardan dini ayinlər istəmir. Pərverdigar insanlardan namaz qılmaq, oruç tutmaq, həccə getmək və belə adablar istəmir. Pərverdigar insandan sevgi istəyir. Əziz dostum, Pərverdigar deyir, mən səni candan sevirəm və səndən istədiyim budur ki, sən də məni həqiqi bir şəkildə sevəsən. Bu qədər.